Və həmçinin qardaşlar, burada bir qism əməllər də var ki, özü özlüyündə bunun əcri yoxdur. Mübah işlərdir. Yatmaq, yemək, içmək və s. bu cür işlər. Və insanın niyyətinə görə bu da savaba çevrilə bilir. Bu da sədəqəyə çevrilə bilir. Məsəl üçün, normalda insan yatır, durur, bu mübahdır. Nə günah yoxdur, nə savab yoxdur. Amma sən yatanda qəlbindən keçirsən, niyyətin olsa ki, qoy yatım, tez yatım biraz, bədənim tez istirahət eləsin, səhər məsəl üçün fəcr namazına vaxtında durum. Cəmaatla qılım. Və bu zaman bu sənin yatmağın özü belə nədir? Əcrdir sənin üçün. Halbuki yatıb dincəlirsən, düzdür? Amma niyyətini düzəltdiyin üçün əcr qazanırsan. Və yaxud da məsəl üçün yemək. Yemək onsuz da mübah işlərdəndir. Yeyirsən, qarnını doydurursan, ləzzətlərdən dadırsan, düzdür? Amma niyyətini düzəltsən ki, mən qoy yeyim, bədənim güclənsin, Allaha olan itaətlərimi gözəl bir şəkildə yerinə yetirim və buna görə də sən neysən? Əcr qazanırsan. Allah Azza və Cəllə əcr qapısını o qədər geniş eləyib ki, əcr qazanmaq üçün, savab qazanmaq üçün bəzən sənin sadəcə qəlbində bir dənə niyyəti dəyişmək kifayət eləyir. Onsuz da gördüyün işlər var məsələn. Onsuz da gündəlik gördüyün nə qədər işlər var. Yatırsan, durursan, yeyirsən, içirsən. Sadəcə niyyətini dəyiş, əcri al. Görürsən? Ona görə qəlb önəmlidir, qəlb. Qəlb məsələləri ona görə önəmlidir, qardaşlar. Allah Azza və Cəllə insanların qəlblərinə baxır. Necə ki, hədisdə gəlir, İnnəlləhə lə yənduru ilə suvarikum və əmvalikum. Allah, həqiqətən Allah sizin mallarınıza və sürətlərinizə baxmır. Və ləkin yandur ilə qulubikum və əməlikum. Yalnız sizin qəlblərinizə və əməllərinizə baxır. Qəlblərinizə baxır. Görüm orada nə niyyət var? Nə niyyətlə eləyirsən? Səni hərəkətə keçirən nədir? Biz bu kitabın birinci hədisində də keçmişdik. Nə idi hədis? Kim xatırlayar? Əməllər niyyətlərə görə. İnnəməl ə'malu bin niyyət. Həqiqətən əməllər niyyətlərə görədir. Bax, görsən, qarşında 2 nəfər ola bilər. İkisi də eyni əməli görür. Amma biri əcr qazanar, o biri isə heç əcr qazanmaz. Digər bir üçüncü şəxs isə tamamilə günah qazanar. Riyakarlığına görə və s. Biri ixlasına görə. Biri isə belə heç nə etdiyini bilmir, elə yalandan əməl eləyir. O heç bir heç nə qazanmır. Görsən, qəlbdə olan o xuşu, qəlbdə olan o idrak eləməsi ki, nəyə görə eləyirəm, niyə eləyirəm, kimin üçün eləyirəm, o əməli dəyişir, təsirini dəyişir, sənə faydasını dəyişir. Deməli, qardaşlar, biz buradan da nə